Sumqayıt 33 nömrəli tam orta məktəbin kollektivi şəhid qəhrəmanımız Cavid Cəfərovun doğum günü ilə əlaqədar dərin ehtiramla anım tədbiri təşkil edib. Tədbir iştirakçıları öncə Cavid Cəfərovun, Salih Nəsirovun və Abdullah Əhmədovun adını daşıyan sinif otaqlarını ziyarət ediblər. Hər üç sinif otaqları şəhidlərə olan sonsuz hörmətin, onların xatirəsinin daim yaşadılmasının canlı nümunəsidir. Şagirdlər və qonaqlar sinif otaqlarında şəhidlərin həyatını, döyüş yolunu əks etdirən fotolar, şəxsi əşyalar və informativ guşələrlə tanış olaraq onların göstərdikləri şücaəti bir daha xatırlayıblar. Məktəbin direktoru Mehdiqulu Aslanov bildirib ki, belə guşələrin yaradılması və bu kimi tədbirlərin mütəmadi keçirilməsi məktəbdə vətənpərvərlik ənənələrinin yaşadılması və gənc nəslin bu ruhda formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Daha sonra tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin, Abşeron Xızı Regional Təhsil İdarəsi əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə akt zalda davam etdirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ardınca vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Cavid Cəfərovun həyat və döyüş yolundan bəhs edən film nümayiş olunub. Tədbirin təşkilatçısı 1C sinifinin müəllimi Arzu Şərifova çıxışında bugünün əhəmiyyətindən danışaraq bildirib ki, uşaqlara vətən sevgisinin, dövlətə sədaqətin aşılanması onun müəllimlik fəaliyyətinin əsas istiqamətlərindəndir. Daha sonra şagirdlər vətən mövzusunda şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Kiçik yaşlı məktəblilərin təqdim etdiyi səhnəciklər şəhidlərimizin xatirəsinə olan ehtiramın və vətənpərvərlik duyğusunun bir daha təcəssümünə çevrilib. Qeyd edək ki, məktəbin direktoru Mehdiqulu Aslanovun rəhbərliyi ilə məktəbdə vətənpərvərlik istiqamətində həyata keçirilən işlər nümunəvi hesab edilir. Mehdiqulu Aslanovun təşəbbüsü ilə məktəbdə mütəmadi olaraq şəhidlərin xatirəsinə həsr edilən tədbirlər, görüşlər, layihələr keçirilir. Sinif otaqlarında vətənpərvərlik guşələri yaradılır. Direktorun rəhbərliyi altında müəllimlərin və şagirdlərin bu ruhda maarifləndirilməsi, milli dəyərlərin aşılanması, gənc nəslin vətənə sevgi və qəhrəmanlıq nümunələri ilə böyüməsi istiqamətində mühüm addımlar atılır. Bu kimi tədbirlər isə məktəbdə formalaşan vətənpərvərlik mühitinin, həmçinin şəhidlərimizin xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Şəmlistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.